Hər birinizi salamlayıram, qarşınızda Əli müəllimdir. Bu videoda sizlərə Cənubi Amerika materiki haqqında qəbul imtahana düşmə ehtimalı olan məlumatlar verəcəm. Deməli, coğrafi mövqeyi haqqında danışsaq, Cənubi Amerika materiki bütövlükdə şimal, cənub və qərb yarımkürəsində yerləşir. Ekvator xətti keçdiyinə görə ərazisindən şimal hissəsi şimal yarımkürəsində yerləşir. Bundan əlavə olaraq materikin cənub hissələrindən cənub tropik xətti keçir. Tropik və mülayim işıqlanma qurşaqlarında yerləşir. Materikin ən hündür nöqtəsi Aconcagua zirvəsidir. 6960 metr hündürlüyə malikdir. Ən alçaq nöqtəsi isə Assal gölüdür. -42 metr hündürlüyə malikdir. Materikin relyefi haqqında danışsaq, materikin qərbində Ant dağları, şimalında Orinoco ovalığı, Gviana yaylası, şərq hissələrində Braziliya yaylası, daha cənub hissəsində La Plata ovalığı və onun da cənubunda isə Patagonia yaylası yerləşir. Materikin qərbində olan Ant dağları Nazca və Cənubi Amerika litosfer havalarının subduksiya zonasında yerləşir. Deməli, bu iki litosfer havasının toqquşması nəticəsində meydana gəlmişdir. Dünyanın ən uzun dağ sistemidir. Ant dağlarının davamı isə Odlu Torpaq adasında bitir. Materikin ərazisində bir sıra fəaliyyətdə olan və fəaliyyətdə olmayan vulkanlar mövcuddur. Bunlardan fəaliyyətdə olan vulkanlardan Ruiz, Cotopaxi, daha sonra San Pedro, Liliaco vulkanları fəaliyyətdə olan vulkanlardır. Chimborazo vulkanı isə burada fəaliyyətdə olmayan vulkandır. Qeyd edeyim ki, Chimborazo vulkanı dünyanın ən hündür fəaliyyətdə olmayan vulkanı hesab olunur. Liliaco isə dünyanın ən hündür fəaliyyətdə olan vulkanı hesab olunur. Materikin faydalı qazıntılarından danışsaq, dünyanın ən mühüm mis qurşağı elə məhz bu materikdə yerləşir. Ant dağları dünyanın ən mühüm mis qurşağıdır. Dünyanın ən mühüm misləri ölkə olaraq götürsək Çili ərazisindədir. Burada Tsukikimata mis yatağı mövcuddur. Bu mərkəzi Afrika regionundan oxşarlıqdır mis qurşağı olması. Daha sonra materikin şimalında deməli Orinoco ovalığında neft ehtiyatları mövcuddur. Gviana yaylasında dəmir filizi ehtiyatları, Braziliya yaylasında isə dəmir filizi ehtiyatları geniş yayılmışdır. Həmçinin Braziliya boksit ehtiyatına görə də fərqlənən ölkələrdən biridir. Materikin şimalında olan Maracaibo gölündən də həmçinin neft ehtiyatları çıxarılır. Materikin iqlimi haqqında danışsaq, materikin şimal hissəsini subekvatorial iqlim qurşağı, ekvator B ərazilərdə ekvatorial iqlim qurşağı, ondan cənubda yenə də subekvatorial, daha sonra tropik iqlim qurşağı, subtropik iqlim qurşağı və mülayim iqlim qurşaqları yayılmışdır. Deməli, materikin əsas hissəsində Braziliya yaylasında subekvatorial iqlim qurşağı geniş sahə tutur. Subekvatorial Braziliyanın şərq sahillərində isə tropikin dəniz tipi yayılmışdır. Materikin təbii zonası haqqında danışsaq, ekvatordan şimalda subekvatorial iqlim qurşağının yayıldığı ərazilərdə savanna və seyrək meşələr təbii zonası, cənub subekvatorialda da həmçinin savanna seyrək meşələr geniş yayılmışdır. Qeyd edeyim ki, ekvatordan şimalda yerləşən savanna və seyrək meşələr lianos, cənubda yerləşənlər isə kampos adlanır. Ekvator və ərazilərdə Amazon ovalığında rütubətli həmişəyaşıl ekvatorial meşələr yayılmışdır və bu meşələr Cənubi Amerikada selvas adlanır. Materikdə çöl meşə çöl təbii zonası yayılmışdır. Cənubi Amerikada çöl meşə çöl zonasına Pampa adı verilmişdir. Qeyd edeyim ki, bunun böyük bir hissəsi Argentina ərazisində yerləşir və Argentina taxılçılığa görə dünyada fərqlənən ölkələrdən biridir. Materikin cənub hissəsində Patagonia yaylasında isə mülayimin kontinental tipi formalaşmışdır. Daha sonra gəlsək, burada materikin qərb hissəsində Atakama səhrası mövcuddur. Atakama səhrasının yaranmasına səbəb materikin sahilindən soyuq Peru cəryanının keçməsidir. Buna görə də burada səhra və yarımsəhra landşaftı yayılmışdır. Braziliyanın şərq sahillərindən isə isti Braziliya cəryanının keçisinə görə materikin şərq hissələri tropik dəniz, tropik rütubətli vilayətində yerləşir. Materikin daxili suları haqqında danışsaq, materikin ən uzun çayı Amazon çayıdır. Amazon çayı Madeira, daha sonra Ucayali, Maranhão kimi qollara malikdir. Deməli, materikin digər çaylarından biri isə Orinoco çayıdır. Orinoco çayı deməli üzərində Anhel şəlaləsi yerləşir. Dünyanın ən hündür şəlaləsi də Anhel şəlaləsi. Orinoco çayının mənsəbi Atlantik okeanıdır. Digər çaylardan danışsaqsa, Parana çayı da önəmli çaylardan biridir. Parana çayının mənbəyi Braziliya yaylası, mənsəbi isə La Plata körfəzidir. Parana çayının üzərində Itaipu su elektrik stansiyası və Iguaçu şəlaləsi yerləşir. Parana çayı Argentinanın, Braziliyanın iqtisadiyyatında mühüm rol oynayan çaylardan biridir. Materikdə ümumilikdə 3 federativ dövlət var. Bunlar Venezuela, Braziliya və Argentinadır. Cənubi Amerika materikinin ərazisindəki bütün dövlətlər respublikadır. Amerika qitəsində ümumilikdə monarxiya idarə etmə üsuluna malik olan heç bir dövlət yoxdur. Materikin ərazisində inkişaf etmiş ölkə yoxdur. Urbanizasiya səviyyəsi yüksək səviyyədə hesab olunur. Əhalinin çox hissəsi isə Roman dil qrupuna aid olan xalqlar yaşayır.